Bakının Yasamal rayonunda fərdi yaşayış evlərinin sökülərək yerində qanunsuz kommersiya obyektlərinin tikilməsi ilə bağlı narahatlıq doğuran iddialar səngimək bilmir. Bir xəbər media bizim əsrə.com-a istinadən xəbər verir ki, son aylarda rayonda fərdi mülklərin alınıb sökülməsi və yerində iri həcmli obyektlərin inşası geniş tendensiyaya çevrilib. Belə tikintilərdən biri də hazırda Yasamal rayon ərazisində Asan Xidmət Mərkəzinin yaxınlığında həyata keçirilir. İddialara görə yol kənarındakı fərdi yaşayış evləri müxtəlif şəxslər tərəfindən satın alınır və dərhal sökülür. Ərazi fərdi yaşayış evi təyinatlı sənədlərə sahib olduğu halda yerində tamamilə fərqli ölçüdə iri kommersiya obyektləri ucaldılır. Bu hal şəhərdaşıma normalarının, tikinti qaydalarının və sakinlərin təhlükəsizlik tələblərinin birbaşa pozulması məsələsini gündəmə gətirir. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov tez-tez rayon ərazisində keçirdiyi görüşlər və küçələrdə sakinlərlə birbaşa ünsiyyəti ilə diqqət çəkir. Rayon rəhbərliyinin bu aktivliyi müsbət qiymətləndirilsə də, sakinlər haqlı sual verirlər. Yol kənarında aparılan belə geniş miqyaslı və səs-küylü tikinti işləri rayon rəhbərliyinin nəzərindən necə yayına bilir? Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.